Assalamu alaikum dostlar, qanaqa ahvalinglar? Mən sizlərlə dostumlar Bilal. Sizlər bilə yüz görüşkənlikimdən intayın xoşalman. Biz hazır Qaldız Balaları proqramımızın 3-cü sanında. Biz bugün yeni bir naxşa və namaz oxuşunu öyrənimiz və bugündən başlap namaz oxuşuna başlayırıq. Hazır ən başda biz Suat dostumuzun naxşa etişini təklif qılırıq. Suat dostumuz bizə çək-çəkini oxuyurdu. Assalamu alaikum küçük dostlar. Qanday ahvalinglar? Yaxşı tudunglarmı? Bugün Çik-çikni öyrənimiz. Çik-çik-çik oynayan balacan, təyyar edəcək, sana anlayacaq. Çik-çik-çik məktəbə yol al, tirişib öyrən, usta sözü bal. Salam dostlar, ekranımıza qayıt hoş gəldinizlər. Biz hazır namaz oxuşunu öyrənimiz. İlk sanımızda Xattab dostumuz bizə taharet edişini öyrətgan idi. Bunu görməyən dostlar bolsa körülüb taharet edişini öyrənib taharet elinlər. Ondan keyin biz pakiz kiyimlərimizni giyib namaz üstüyə kilimiz. Namazın üstüyə kəp bolğandan keyin bundaq deyimiz. Niyet qıldım ötərməndə pamdatdan 2 rəkat fərzni qiblam Kəbəyə qarab iqtida qıldım aldımdakı imamğa deb bolğandan keyin Allahu ekber deb 2 qolumuzu 2 qolumuzdan yumuşaq tekizib 10 qolumuzu sol qolumuzun üstüyə qoyub kendikimizin üstüyə qoyumuz. Şunun bilan namazın içinə kirgan bulumuz. Ondan keyin bundaq deyimiz. Subhaneke Allahumma ve bihamdike ve tebareke ismuke ve taala cedduke ve la ilahe gayruke deyimiz. Ondan keyin Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim deyimiz ve Sure Fatihani yani elhamduni okuyumuz. Elhamduni meslerge hazır oxupurman. Elhamdulillahi rabbil alamin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sıratal müstakim. Sıratallezîne en'amte aleyhim gayril mağdubi aleyhim veleddallin. Ondan keyin özümüz bildiğin surelerini yani yakunsa ayetlerini okuyumuz. Mesela hazır burada sure oxupuruq. Qul huvallahu ahad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Ondan keyin Allahu ekber deb 2 qolumuzni özümüzün üstüyə qoyumuz və inişimiz. Ondan keyin Subhane rabbiyal azimni 3 qatın təkrarlayımız. Eğer siz yalnız oxuyan bolsanız Semiyallahu limen hamide deb ruslinsiz. Ondan keyin Allahu ekber deb secdəyə barsınız. Pişanimiz, burnumuz ve 2 qolumuz kedimizə tegişi lazım. Ondan keyin biz Subhane rabbiyal a'lani 3 qatın təkrarlayımız. Ondan keyin Allahu ekber deb secdənin başımız götürüb oturumuz. Ondan keyin Allahumme gfirli verhamni vecburni verzuqni ve afini deyimiz. Ondan keyin yine Allahu ekber deb bir qatım secdə qılımız. Subhane rabbiyal a'lani 3 qatım təkrarlayımız. Ondan keyin qop kitimiz ve 2-ci rekatga ötümüz. 2-ci rekatni 1-ci rekatga oxşaş oxuyumuz. Suratul Fatihani oxuyumuz, lekin surələrini oxşaş emas, başqa bir surəni oxuyumuz. 1-ci rekatga oxşaş ruku qılmız, anıqa secdə qılmız, 2-ci secdədən keyin qop ketməyi oturumuz və ətəhiyyatuni oxuyumuz. Ətəhiyyatudan keyin əgər bamlaqa oxşaş namazlar oqasa, ətəhiyyatudan keyin qop ketməyi Allahumme salli ala, Allahumme barik ala, Allahumme rabbana oqub, aldı bilən on tərəfimizə salam verimiz. Ondan keyin sol tərəfimizə salam verimiz və namazdan çıxan bulumuz. Mən sizlərə namaz oxuşunu göstərib oldum. Hem de biz bir günde kaç qatım namaz okuyumuz. Namazların ismi nima? Namazların rekatları qaysı? Bunların cevabını da tüvendeki WhatsApp hesabıga yoki olsa Facebook hesabıga tufum bile videosunu evet planken bu ise biz keyinki kısmımızda İran qılımız. Dostlar məzun sizlərə suallarını qayıt təkrarlayım. Birinci sual, bir günde kaç qatım namaz okuyumuz? İkinci sual, bu namazların rekat sayını qaynca? Üçüncü sual, namazların ismi nima? Dördüncü sual, namazların qandaq vaxtlarda okuyumuz? Dostlar, bugünkü programımız bu şeydə axırlaşdı. Keyinki sanda görüşəyilik. Xoş. Əgər bu videonu yaxdığan bolsanlar, bir like qoydunlar və tüyümüdə bir bes bitinlar. İşe ara ver biraz, haydi kılalım namaz.